Aşkılarımın salonunda təzə gəldi, düzdür. Bu Xəzər Universitetində bir tədbir keçirildi. Türkiyədən Əli Qafqasiyalı gəlmişdi. O, Dədəl Əsgərin kitabını türk dilində nəşr etdirib. Bu kitabın təqdimatı idi. Sonra Əli Qafqasiyalı bu tədbirlərdə iştirak edib, gedəndən sonra telefon əlaqəsi oldu məndə. Mənə dedi ki, bir neçə dedi, sənə tövsiyəm var. Çünki mən yaşlıyam, ola bilsin ki, ola bilsin ömür bilmək olur, belə 3 il yaşayıram, 2 il yaşayıram, 5 il yaşayıram, bu Allahın bir işidir. Amma mənim sana bir xahişim var. Mən dedim, eşidirəm. Dedi ki, ümumiyyətlə çalışın hər bir yerdə Dədə Ələsgəri tək Azərbaycanlaşdırmayın, tək göyçələşdirməyin, tək Türk dünyası da deyil. Ələsgər dedi, bütün dünya üçündür, bəşəridir. Çünki dedi, biz ona cəhd eləməliyik. Dedi, mən məsələni qaldırmışam Türkiyədə. Təhsil xüsusilə də Ələsgəri ortaq dünya ədəbiyyatına salaq. Çünki bu Ələsgər o qədər böyükdür. Bu doğrudan da elədir. Bayaqlarım Şəms Hocam gözəl uğurladı. Bir Ələsgər yazıçıdır, belə bir sözlərindən. Məsələn, Dədə Ələsgərdə bir söz var. 4 kitab hər yana yolu göstərir. Nəfslə mərifət olur şəhcahat. Belə əmr eləyib qüdrətli qadir. Bu əmrə qol qoyan tez tapar nicat, eylə etiqat. Şəhər ayı, bayram onun günüdür. 2 ay bir-birinin müddəsilidir. 366 günü, 1 ildir. 8784 saat belə vermişsiniz. Bu şehir uzundur. Yəni burada da mən fikirləşirdim ki, kalkulyator gözlüm hesabladım, görmür, 2 il neçə saatdır, bu neçə saatdır, nə qədərdir. Bu bədahət, özdəki bilirsiniz də belki bədahətlərindən şeylər. Və məni çox düşündürür ki, bu dil dönməzdir, məsələn, bir dənə üstədir. Bir də fikirləşsən ki, dil dönməyən sözləri yazasan ki, hansı sözlər dil dönmür, sözlər. Və bu bədahətlə məclisdə anında demək, gör bu Ələsgər kimi. Yəni bu şey, həqiqətən də mən çox təəssüf edirəm ki, bu bizim tutaq ki, ermənilərdə belə bir şair olsa, bütün dünya cahilmişlər. Bütün dünya cahilmişlər. Mən burada inanıram ki, bəlkə də hər bir adamın hansısa bir qohumu yuxarıya bir belə dində siqnal çatdıra bilər. Mən məcburam ki, artıq belə tədbirlərdə biraz kileyimi eləyim. Çünki başqa cür mümkün deyil. Yazıram, gətirir. Cənabla görüşəndən sonra mən ondan istəyim nə idi? Dədə Ələsgər adına olan mədəniyyət ocağı Bakıda bərpa olsun. Çünki onları özəlləşdirib restorana çevirdilər. Bu dəhşətdir, yəni buradan o yanı yoxdur. Mədəniyyət ocağını restoran eləmək. Bundan bir faciədir də, bu millətimizin içində olan ermənilərdən daha pis bunlar bizə zərb edirlər. Yəni bu açıq verir. Belə böyük zərb olur. Yəni, mən məktublarım da xeyli yoxdan da sadəcə deyiləm, kimsə qohumu haradasa bilərsin, ona desin ki, belə olmaz, ayıbdır da. Yəni, bu başqa bir millət olsa, vallahi yenə deyiləm də, dünya ilə verəmişdirlər. İndi nə istəyirik? Adına olan mədəniyyət ocağı bərpa olsun da, ya da bir yer verilsin. Çünki özü də həmin, üzr istəyirəm, mədəniyyət ocağının qarşısında onun abidəsi də var idi, bir büstü var idi. Onu da götürürlər. Çünki büstü qaytarıb versinlər. Deməli, Natəvanız adlı üstünü Cənab Prezidentimiz getdik, Gürcistan'dan zaten İtalya'da aldı getirdi. Onu Ermənidən taxtılarla gətirdi. Ələsgərimiz Bakı şəhərində uğurluyublar. Harsı badbaldadır, hardan bilinmir. Çox dəhşətli bir şeydir. Yəni, mən hər birimizdən xahiş edirəm. Hər birimizdir. Bu millətin, belə deyil də, tək, düz deyil, hamımızın babası hesab oldu. Ümumi bu xalqındır da, buna dəyər verilməlidir. Bu mənada məni çox narahat edir. Mən artıq söz vermişəm ki, desəm öldürərlər, deməsəm öldürərlər. İndi onsuz da öldürəmsə, elə qoy deyilmiyorum da, yəni da bu şey susmağınla mənası yoxdur. Mən düşünmüşəm ki, bu elə məlumat asta-asta getsin, bilinsin ki, yəni bu belə olmayacaq. Vallahi, Allahımızdan olsun, Cənab Prezident Mehriban xanım bilsə, dərlərini soyacaq. Vallahi, ona aldadıblar. Mən acizə müraciət elədim, məni belə aldatdılar. Qol çəkdirdir, eləmədi. Təsəvvür edin, bu nə deməkdir də? Yəni, bu dəhşətli bir şeydir də. Yəni, niyə belə eləyirlər, bunu da başa düşə bilmirəm. Erməni dəyərmanına su dökənlərdir. Neyse, vaxtınızı çox anlayacağım. Bizim də bir tədbirimiz var. O da başlayacaq. Mən sizin icazənizlə istəyirəm o tədbirə gedir. Fəxər mən sizə təbrik edirəm. Əlamım, sizə də söz verilsin, dilədə gedəcək. Və bura gələndə mən həmişə kitab gətirirəm. Bura bir ocaqdır, hər birimizin ocağıdır. Və bir təqvim biz gətirmişəm ki, ümumiyyətlə kalendar, Dədə Ələsgərlə bağlı çıxan kalendar olmuşdur. Görürsən ki, birinci sırada boyutlar var. En azından qoy görürsən. Bunu da biz
Dədər Əsgərin ölümünün vəfatının 100 ili ilə bağlı belə bir kalender çıxartdı. Bunda stol üstüdür, bunda qoyarsınız burada. Təşəkkürlər. Yəni həm burada şeirlər var, ibrətamiz şeirlər var. Bunda Ramin bəy eşitmək sonra bizə icazə verir misiniz? Təşəkkür ederim. Əlinizə təbrik edirəm. Çox sağ olun, bana da söz verdiyiniz üçün tədbirdə olmaqdan həqiqətən çox xoşalam. Fəxrəddin müəllim, ilk öncə sizi təbrik edirəm. Düzdür, kitabla tanış deyilik. İnşallah ki, oradan oxuyarıq. Bizə də yəqin ki, gərəkli məlumatlar var. Mən biraz nəzər saldım orada bu aşıq havalarının bir neçə adları ilə bağlı. Düzdür, bizim ustadlarımızda, araşdırmacı alimlərimizdə, folklorşünaslarımızda daha çox bu nəzərə çarpıbdır. Orada Koroğlu Dubeyçisi və İran Dubeyçisi. İkisi eyni hava deyil. Bunun bu yaxınlarda biz araşdırdık. Mən hətta İncəsənət Universitetində də bizim hal-hazırda Milli Konservatoriyanın rektoru Kamilə Dadaşzadənin təşkilatçılığı ilə bir tədbir keçirilirdi. Orada da mən həm ifa elədim, göstərdim ki, İran Dubeyçisi ayrı bir havadır, həm Təbriz Dubeyçisi də deyilir ona. İran Dubeyçisi də deyilir və Urmiya Dubeyçisi də deyilir. Yəni, bu o ərazinin adından bağlıdır. Əgər orada nəsə gözümə çarpdı, bir də opera kələmi ki, bizim deməli, böyük dahi Uzeyir Hacıbəyli ki, operanı yazanında da Kərəm, bəli, əsli Kərəmdə, Kərəm Köşkü adasıdır, onun da o dönəmin ayrı verilmişdir, tam oxuya bilmədim. Yəni, maraqlı kitabdır. Sizə təşəkkür edirik, var olun ki, Göyçək Aşıq məktəbinin ifaçılığı ilə bağlı yazmışsınız, xeyirli uğurlu olsun, düşərli olsun. Hamınız ürəkdən salamlayıram. Burada əlbəttə böyük alimlərimiz aşıq sənətini dərindən bilənlər var. Orada Osmanlı söz keçdi də yerinə düşər ki, bir Osmanlı divanisi sizin nəzərində saxlayın. Siz köprüyənə qədər bir dənə hər şey çıxacaq. Hörmətli Ramin müəllim Xəzər Universitetində aşıq sənətindən dərs deyir. Yəni, eyni zamanda sənətini təbliğ edir. Çox sağ olun, həqiqətən təşəkkür edirəm, var olun.
Bakı Dövlət Universitetinin dosenti Şairə xanım, Rusari xanım sizin ifanızda bir dənə şeir söyləmək istəyir. Yəni siz şimdi Şair. mən yolumdan da demək istəyirəm ki, saz çalınanda herkes gözünü yumsun. Onda görün nələr görünür. Onda bütün kül kainat elə bir ki, gözün qabağında o havasatda adamın gözünün önündən gəlib keçir. Elə bu baxımdan da mən demək istəyirəm, yavaş-yavaşla dillə sazım ələskəri sal yadıma. Sözə olan məhəbbətdən baxmışam. Dodaq dəyməz təcnisləri sal yadıma. Səsindəki mərahətdən dağılmışam. Dillə sazım o dağları sal yadıma. Bol meyvəli gen bağları sal yadıma. Dərələri, ovlaqları sal yadıma. O füsunkar əzəmətdən baxmışam. Dillə sazım yaylaqları sal yadıma. Obaları, oylaqları sal yadıma. Tərsə çayı, bulaqları sal yadıma. Bulaqdakı o şərbətdən baxmışam. Dillə sazım ətəkləri sal yadıma. Çəmənləri, çiçəkləri sal yadıma. Çiçəkdəki ləçəkləri sal yadıma. Ləçəkdəki təravətdən dağılmışam. Dillə sazım şən həyatı sal yadıma. Sazlı sözlü el-elatı sal yadıma. Ruxsarəyə qul büsatı sal yadıma. Gözəllərdə lətafətdən dağılmışam. Gözəllərdə lətafətdən. İnanıram ki, doğrudan da o saz çalmanda bunların hamısı göz önündən gedir. Yəni əvəz olunmaz bir tamam, mükəmməl bir orkestr saz. Hər birinizdən üzr istəyirəm, müsaadənizlə gedək. Çox xoş Sağ olun, sağ olun, təşəkkür ederim. Ben de Zülsay, mənim dərsim Sağ olun. Çok hoş oldu. Çox sağ olun. Bizdə də xoş oldu. Sağ olun. Sağ olun. Hamınız var olun. Sağ olun. Sağ olun. Çox sağ olun. Sağ olun. İndi isə sözü Filologiya Üzrə və Doktor Şakir Alvaliyevə verək. Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmişisi. Buyurun. Hörmətli alimimiz Dörmanovun akademik səviyyədə çıxışından sonra şair kimi tanıdığımız Şəmsi Qocanın tədqiqat yönlü çıxışından sonra müəllimin çıxışından sonra Bakı Azıq Şubəsində Nazım müəllimin çıxışından sonra yəni ki çıxışlardan sonra artıq elə ki mən çox danışmaqda sizə yormaq istəmirəm. Yazıldı mənim var. Kitabı başdan ayağa oxumuşam, korrektiv rəsmətlər ki vermişəm, burada səhv getdi. Bu necə kompüter qidası? Kompüter pravopisaniya deyirlər. Hə, o üzərindən, yəni mən də tam deyiləm, deyək ki, Al-Bakı. yəni başdan ayağa kitab oxumuşam və onu burada bir kəmək şöhrətlənəcəyəm ki, yorulluq var. Bunu da sözlərimci qəzetdə çarpılacaq. Yəni ona görə də mən çıxışımı yoxcan deyirəm ki, Fərhadın Altayevin bu dissertasiyası, bu monoqrafiyası multidisipliner bir araşdırma yönündə əsərə gəldiyinə görə özünə xas və orijinaldır. Eyni zamanda Göyçə Aşıq məktəbindən danışılır və biz bildiyimiz kimi aşıq sənəti sinkretik bir sənətdir. Yəni ki, özündə Göyçə sənəti birləşdirən bir sənətdir. Hesab edir, bax, üstündə aşıqlarımız çalırlar. Bax, indi auditor gençlik, həmi saz çalırlar. Həmi oxuyurlar, həm də müəyyən rəqs deyirlər və auditorla ələ salır. Yəni, müstənət növünü birləşdirdiyinə görə, sinkret səhv olduğuna görə, təbii ki, akademik Muxtar Kazımoğlu'nun da kitaba yazdığı ön sözdə də qeyd etdiyi kimi, bugünkü çıxışına da qeyd etdiyi kimi, tədqiqatın bu istiqamətə aparılması çox zəruri haldır. O ki, ola Sovet dövründə təcrid edilmişlər. Yəni,
folklor tərəfini bir araya çəkmişlər, etnik tərəfini bir tərəfə. Yəni, ancaq folklor deyəndə bərabərdə şifahi xalq ədəbiyyatı, yəni sözlü mətn nəzərə. Ona görə də Fəxrəddin Atayev bu dissertasiyasını çox doğru olaraq söz və musiqinin, yəni ifanın qarşılıqlı vəhdəti prosesində araya ərsəyə gətirmişdir və çox dəyərli bir araşdırmanı ortaya qoymuşdur. Fəxrəddin müəllim, biz sizə burada razıyam, davamlı olsun. Təbrik edirəm, çox sağ olun. Çox sağ olun Şakir müəllim, təşəkkür edirəm gəldiyiniz üçün. Mən indi isə sözü Aşıq xanıma vermək istəyirəm. Sözünü desin, sonra. Buyurun. İstəyirsə buyursun. Buyurun.
Keçərəm amma. Sizlərlə Sizlərlə bir yerdə verəcəm. Aha, o